Gəlin ingilis dilində buraxılış imtahanında görə biləcəyimiz bir sözü öyrənək. Eliminate. Eliminate, yəni eliminate yox, eliminate şəklində tələffüz olunur. Mənası nədir? Eliminate sözünün aradan qaldırmaq, ləğv etmək, yox etmək. In English, to complete or remove or get rid of something. İndi lövhəyə diqqətlə baxaq, çünki eliminate fe'linin istifadə olunduğu cümlələr yazılıb. Birinci cümlə, we need to eliminate errors from the report. Yəni, hesabatdakı səhvləri aradan qaldırmalıyıq. Burada need fe'li özündən sonra ikinci fe'l gələndə arasında mütləq to istifadə edilməsini istəyir. İkinci cümlə, the doctor advised eliminating sugar from his diet. Yəni, həkim onun qida rasionundan şəkərin çıxarılmasını tövsiyə etdi, məsləhət gördü. Burada advise fe'li gerund fe'llərindən olduğu üçün eliminate fe'li ing şəkilçisini qəbul edib. Və ya this method helps eliminate stress. This method helps eliminate stress. Yəni, bu üsul stresin aradan qalxmasına kömək edir, yardım edir. Unutmayaq, sözləri ən yaxşı şəkildə cümlələrdə yadda saxlaya bilərik. Yoxsa unuda bilərik tezliklə.